Utilizasiya ilə bağlı proseslər təxminən 1 ildir ki, başlayıbdır və getdikcə artmaqdadır. Çünki vətəndaşların da məlumatı, avtomobil sahiblərinin də məlumatı olur yavaş-yavaş. Bunun müqabilində hətta müəyyən güzəştlər də eləmək olar. Qanunda nəzərdə tutulmuş prosedur var. Həmin prosedura əsasən istismara yararlı avtomobil əvvəl dövlət sotundan çıxarılmalıdır, yəni qeydiyyatdan çıxarılmalıdır. Sotdan çıxarmaq üçün də məsələn avtomobilsə dövlət yol polisinin imtahan texniki baxış şöbəsinə getmək lazımdır. Orada avtomobilin dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi təhvil verilməlidir. Arayış alınmalıdır. Arayış alınandan sonra bizim ölkəmizdə utilizasiya üzrə dövlət adından eləyən operator Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətidir. Bax, onların xüsusi bir portalı var. İnternetdə hər kəs axtarıb tapa bilər. Həmin portal üzərindən məlumatları daxil eləmək lazımdır. Utilizator seçilir. Utilizator da hələ ki ölkəmizdə 2 yerdədir. Bakıda var, bir də Gəncədə. Utilizator seçiləndən sonra növbə müəyyən olunur. Vaxt təyin edilir ki, falan vaxt avtomobilinizi gətirin, təhvil verin o yararsız avtomobil. Adam həmin yararsız avtomobili götürür, gedir ora və orada təhvil verir. Təhvil verdikdən sonra ona təsdiqləyici sənəd verirlər. Məbləğ də belədir. Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunubdur. Standartda orada kənara çıxma yoxdur. Minik avtomobillər üçün ən sadə variantdır. Minik avtomobillər üçün təsdiqləyici sənəd 1500 manat dəyərindədir. Amma 1500 manat Azərbaycan istehsalı olan minik avtomobili əldə etmək istəyəndə güzəşdir, onun nağdı vermirlər. Məsələn, adam deyir ki, Azərbaycan istehsalı minik avtomobil alacaq. Təsdiqləyici sənədlə gedir bu avtomobili satan rəsmi distributerin yanına 1500 manat bu ümumi məbləğdə avtomobilin satış qiymətindən 1500 manat çıxarlar, qalanını öz ödəyir. Yox, əgər adam deyir ki, mən heç avtomobil almaq istəmirəm, mən avtomobil zad lazım deyil, onda o təsdiqləyici sənəd üzrə onun 70% qədər pul verirlər. Yəni onun bir kart hesabının özünün bir hesabını verir. Həmin hesabına belə ki 1500 manatın 70%, yəni 1050 manat ona pul verirlər. Vəssalam, bax, prosedur belədir. Standart prosedurdur. Bizdə yük avtomobillərində falan biraz qiymət bahadır. Məsəl üçün böyük yük avtomobillər üçün utilizasiya haqqı təsdiqləyici sənəd 3000 manatdır. Əgər Azərbaycan istehsalı avtomobil almaq istəsə, yox, əgər orada pul götürsə, avtomobil almaq istəməsə, onda onun da 70% belə. Amma böyük yük avtomobillərdə, məsəl üçün Kamaz, Şarman, bax belə.